Azərbaycan əsilli yazıcı və şair, 110 kitabın müəllifi Eldar Əhədov bu axşam mükafatçılar sırasındadır və biz onu səhnəyə davət edirik. Mən isə fürsətdən istifadə edərək bir sıra məqamları qeyd edəcəm. Eldar Əhədovun əsərləri 7 dildə müxtəlif ölkələrdə nəşr olunub və dünyanın nüfuzlu kitabxanalarında yer alır. O bir sıra beynəlxalq ədəbiyyat akademiyalarının akademiki, beynəlxalq yazıçılar təşkilatlarının üzvüdür və rəhbər vəzifələrində təmsil olunur. Dünya ədəbiyyatına verdiyi töhfələrə görə İtaliya, Yunanistan, Çin, Livan, Almaniya, Rusiya və digər ölkələrin nüfuzlu beynəlxalq mükafatlarına layiq görülüb. Onun adı müxtəlif ölkələrin ensiklopediyalarında da yer alır və ədəbiyyat sahəsində beynəlxalq səviyyədə tanınan simalardan biridir. Xoş gəlmisiniz. Bir daha qeyd edək, Eldar müəllim 110 kitabın müəllifidir və nə xoş bizə ki, bugün məhz siz mükafatçılar sırasındasınız. Mən sizi bugünkü mükafat münasibəti ilə təbrik edirəm və əminəm ki, sizin də fikirləriniz var və hər kəs də sizdən dəyərli fikirlər eşitmək istəyir. Hamıya təşəkkür edirəm. Xanımlar və cənublar. Deyirəm ki, biraz Rusça danışarım. Всем благодарю за то, что здесь мы сегодня с вами, сейчас, и вы с нами, и Caspian Events. Благодарю за то, что они создали такое мероприятие приятное. Желаю всем счастья и удачи в жизни. Çox sağ olun, təşəkkür edirik. Minnətdarıq sizə, çox sağ olun. Gəlin mükafatları təqdim eləyək, zəhmət olmasa. Ardından isə bu anı əbədiləşdirəcəyik.